Salam dəyərli həmvətənlərim və sevgili məsləkdaşlar. Mən Dr. Razin Əmirov, pediatrik allerji immunoloji üst ixtisas uzmanıyam. Bugündən etibarən Bakıda Ege Hospitalda öz fəaliyyətimə başlayıram. Öz vətənimdə, Azərbaycanda öz xalqımıza, öz uşaqlarımıza, öz balacalarımıza xidmət eləməyin həyəcanı içərisindəyəm. Pediatrik allerji immunoloji uzmanları kimlərdir və nə işlə məşğul olurlar? Pediatrik allerji immunoloji mütəxəssisləri uşaqlarda allergik xəstəlikləri və immun sistemi xəstəliklərini araşdıran, müalicə edən ixtisas həkimlərinə deyilir. Bu ixtisasa sahib ola bilmək üçün 2004-2010-cu illər arasında Azərbaycan Tibb Universitetində bakalavr təhsilini tamamladıkdan sonra 2013-2017-ci illər arasında Marmara Universitet Fakültəsində pediatriya uzmanlığını tamamladıq. Daha sonra 2022-2026 arasında yenə Marmara Universiteti Tibb Fakültəsində pediatrik allerji və immunoloji yandal, yəni üst ixtisas uzmanlığı təhsilini alaraq bu peşəyə sahibləndim və daha sonra vətənə qayıdaraq bu bacarıqlarımı öz xalqımın xidmətinə sunmaqdan məmnuniyyət duyuram.